Üzerine göyərti əlavə edən xəmiri görmüşdünüz. Şoru əlimizlə uxaladıqdan sonra üzərinə şüyüd, duz, un əlavə edib qarışdırırıq. Bu yaxşı qarışdıqdan sonra üzərinə bir az su əlavə edib yenidən yumşaq bir xəmir yoğururuq. Bunu 2 bərabər hissəyə böldükdən sonra əlimizlə yumrulayırıq və ondan bərabər kündələr götürürük. Bunu əlimizlə formaya salırıq ki, bunu sonra açan zaman bizə daha rahat olsun. Xəmirini açan zaman bol undan istifadə etməniz daha məsləhətlidir ki, sizə olduqca asan olsun. Çox nazik də yox, çox qalın da yox. Videoda göstərdiyim qədər açsaz kifayət edir. Əvvəlcədən qızdırılmış tavada hər tərəfini 2 dəqiqə olmaqla bişirməniz kifayət edir. Bişirib kənara götürdükdən sonra mütləq kərəyağı ilə yağlayın. Bunu turşu xiyarla yeyirlər biz tərəfdə ən çox. Amma belə nə ilə istəsəz yeyə bilərsiniz. Hətta çörək əvəzi belə istifadə edə bilərsiniz. Səhər, günorta, axşam fərqi yox. Nə vaxt istəsəz bişirə də bilərsiniz. Uşaqlar da yeyə bilər bunu, böyüklər də. Arzulayacaqlara nuş olsun. Hazırlamaq üçün seyv eləməyi unutmayın.